Baxın, əziz qardaşlar, Allahın adlarından biri Qafurdur, biri Qaffardır. Siz təsəvvür edin, Allah Qur'anda özünü 90'dan çox yerdə bu isimlə adlandırıb. Qafur ismi. Təsəvvür edin axı, Allah Teala xəbər verib ki, o Qafurdur, nə badə qulları ümidsiz qalsınlar. 90'dan çox yerdə. Məsələn, Allah Teala buyurur, Nəbbi ibadi ənni ənəl Qafurur Rahim. Qullarıma çatdır, xəbər ver. Fikir verin. Ayənin gözəlliyinə, əzəmətinə fikir verin axı. Allah subhanahu və teala Peyğəmbərinə xitab edir. Deyir ki, Nəbbi ibadi, mənim qullarıma bildir, çatdır, xəbərdar et onları. Ənni ənəl Qafurur Rahim. Mən Qafuram. Yaxud məsələn, və huvəl Qafurul Vədud. O Qafur və Vəduddur. Qafur 90'dan çox yerdə. Və əziz qardaşlar, 5 yerdə Qaffar ismi keçir. Qafur, Qaffar. Qaffar məsələn Allah subhanahu və teala deyir, Ələ huvəl azizul Qaffar. Bilin və agah olun ki, fikir verin, Ələ bilin və agah olun ki, o Qaffardır. Əl-Muhim. Allah adlarından biri Qaffardır və Qafurdur. Düzdür? Mənası nədir? Mənası məğfirət sahibi. Məğfirət nədir? Məğfirət, əziz qardaşlar, örtmək mənasındadır. Sitir. Qafur, Allah subhanahu və teala deyəndə ki, Qafurdur, yəni qullarının günahlarını örtür, sitir edir. Mənası budur. Özü də Allahın məğfirəti genişdir. Allah Teala buyurur, İnnə rabbəkə vasi'ul məğfirə. Sənin Rəbbin geniş məğfirət sahibidir. Allahu akbar. Geniş məğfirət sahibidir. Heç kim Allahın rəhmətindən, məğfirətindən ümidsiz qalmamalıdır. O Qafurdur, Qaffardır.